Selam dostlar. Bugün sizinle birlikte sade izah ve numuneler esasında yeni bir qayda izah edeceğim. Qaydamızın adı ədədin düz mütənasib və tərs mütənasib hissələrə necə bölünməsidir. Dediyim kimi nümunələrdən baxacağıq. Birinci nümunəmiz. 42 ədədini 3, 6, 5 nisbətində düz mütənasib hissələrə bölün. Baxın, bu tapşırığı, daha doğrusu qayda dəftərinə yazın. Şərti də köçürdün. Yəni bunu hamısını qayda dəftərinə köçürdün. Bizə 42 ədədini verib. 42 ədədini bölüb 3 yerə. Hansı nisbətlərdə? 3, 6, 5 nisbətində. 3, 6, 5. Təbii ki, biz bunları 3, 6, 5 kimi baxa bilmərik. Çünki 3-ün üstünə 6 gəndə, üstünə 5 gəndə 42 eləmir. Bunların yanına bir hərf artırmalıyıq. Adətən K artırılır. 3K, 6K, 5K. Eləmi? Yəni, bu ədədləri toplayanda cavab 42 eləməlidir. Çünki 42-ni bölmüşük yaxı 3 yerə dedik. İndi toplayaq. 3K üstəgəl 6K üstəgəl 5K. Uşaqlar yazdım. Mən necə yazıramsa elə yazdım. Bərabərdir 42. Baxaq bura. Biz bu tənliyi necə həll edə bilərik? Bunları toplaya bilərikmi? Bəli, toplaya bilərik. Çünki hər birinin K'sı var. Ən çox uşaqlar nəyi çaşdırırlar? Məsələn, bizə verib ki, 3K üstəgəl 2, bunu yazmayın. Biz burada 3K ilə 2-ni toplaya bilmərik. Çünki bunun K'sı yoxdur. Eyni ilə məsələn, deyək ki, üstəgəl 1, hə? 2 ilə 1-i toplaya bilərik. Çünki 2 ilə 1-i toplaya bilirik. Amma 1 ilə 3K-nı toplaya bilmərik. Çünki bunun K'sı yoxdur. Hə, bunun K'sı olsa, hə, toplayarıq. 3K üstəgəl 1K, hə, 4K. Amma 4K-nı 2 ilə toplayamarıq, çünki bunun K'sı yoxdur. Yəni, nəyi varsa onunla toplaya bilərik də. Yəni, yanında hərf yoxdursa, biz onları heç vaxt toplayıb, çıxıb, vurub, bölə bilmərik. Vurmaq olar, vurmaq, bölmək olar, amma toplayıb çıxmaq olmaz. Məsələn, deyək ki, sizə 6A-nı verib, böl 2-yə. Siz burada 6-nı 2-yə bölə bilərsiniz. 3A eləyəcək. Amma siz 6A çıx 2-də 6-dan 2-yə çıxa bilməzsiniz. Ya da üstəgəl 6 ilə 2-ni toplaya bilməzsiniz. Amma vurma bölmədə olar. 6A-nı 2-yə vura bilərsiniz. 12A eləyəcək. Yaxşımı? Bunu elə belə yazmışdım. Amma istəyirsinizsə bunu da dəftərə yazın. Belə. Buna da X qoyun ki, yəni toplamaq olmaz bunlar. Gərək A-nı bizə verə, ondan sonra toplayaq. İndi gələk bunları toplaya bilərik bunlar. Çünki hər birinin K'sı var. 3K üstəgəl 6K, 9K, 9K üstəgəl 5K, 14K. Bərabərdir 42. Yadınızdadırsa, keçən videomuzda mən sizə demişdim ki, vurma deməkdir bu. Yəni 14 vur K bərabər 42. Yəni biz 14-ü nəyə vursaq 42 eləyər. Təbii ki, vuruq, hasil, vuruq, hasil, məchul vuruğu tapmaq üçün hasili məlum vuruğa bölmək lazımdır. Və 42-nin 14-ə böləndə məlum olduğu kimi 3 alınacaq. K'mız 3-dürsə, indi biz gətirək bu K'nın yerinə 3 qoyaq. Başqa rəng götürək. Aha. Vur 3. K'nın yerinə 3 qoyaq. Altdan yazıram. 3 vur 3 bərabərdir neçə? 9. K'nın yerinə 3 qoyuram. Yenə aşağıdan yazaq. 6 vur 3, 18. Yenə yerinə 3 qoyuram. 5 vur 3, 15. İndi toplayaq, görək. 9 üstəgəl 18, üstəgəl 15. 9-un üstünə 18 gəndə uşaqlar 27 eləyir. 27-nin üstünə 15 gəndə 42 eləyir. Demək ki, biz düz tapmışıq. 42-ni bölmüşük 3 yerə. Bir 9 tapdıq. Bir 18, 15. Всё. İndi sualda əgər bizdən böyük ədəd istəsə 18-i götürürük, kiçik ədəd istəsə 9-u götürürük. Böyüklə kiçiyin fərqini istəsə də bilirsiniz də 18-dən 9-u çıxırsınız. Ya cəmini istəsə toplayırsınız, indi baxırsınız da nə soruşursa sizdən. Bunun ardını mən yazmadım. Sizdən ola bilsin ki, onun ardını da soruşsun. Gələk ikinci çalışmamıza. 110 ədədini 3 və 8 ədədləri ilə tərs mütənasib hissələr bölün. Baxın, uşaqlar tərs deyil, düz demir. Deməli, ədədin tərsini tapırıq. Yenə eyni qaydada yazıram. 110-u bölüb 2 yerə bölüb.
3. 3 yox, 3-də 1. Çünki tərsdədir. 8-in də tərsi nədir? 8-də 1. Uşaqlar, ədədin tərsi, yəni 1-in həmin ədədə bölünməsidir. Məsələn, deyirik ki, 5. 5-in tərsi nədir? 1 bölü 5. Məsələn, deyirəm 24. 24-ün tərsi nədir? 1 bölü 24. Yaxşımı? Ədədin tərsi budur. Aha. Yenə 3-ün tərsi 3-də 1, 8-in tərsi 8-də 1. Baxın, bunlardır. İndi biz bunları təbii ki, yəni 3-də 1 ilə 8-də 1 toplasaq, təbii ki, 110 eləməyəcək. Demək ki, bunların yanına biz hərf artırmalıyıq. Bunları silək. Aha. K artıraq. K. Adətən K artırırıq da, yəni. Ən çox K artırırlar. Aha. Bunun cəmi bu eləməlidir. Çünki biz bunu bölmüşük 2 yerə də. Məsələn, deyirik ki, bu məsələni deyirəm. Məsələn, bizə verib 5. 5-i bölür 2 yerə. Məsələn, bura 2 yazır, bura 3 yazır. Həqiqətən 2 ilə 3 toplayanda 5 eləyir. Ya da 1 yazır, 4 yazır. Yəni, bu da 10 kimidir də. Birinci sinifdə necə keçirdik. Aha, indi bunları toplayanda 110 eləməlidir. Toplayaq. 3-də 1 K üstə gəl. 8-də 1 K. Bərabərdir 110. Biz bunları necə hesablayırıq uşaqlar? K'ları varmı? Var. Toplaya bilərikmi biz bunları? Bəli. 3-də 1 ilə 8-də 1-i toplayanda uşaqlar biz bunları ortaq məxrəci gətirməliyik. Toplayıb çıxanda mütləq şəkildə ortaq məxrəc lazımdır. Vurmada bölmədə lazım deyil, amma toplama çıxmada mütləq lazımdır. Biz bunu 8-ə vursaq, bunu 3-ə vursaq, çünki 8 ilə 3-ün əkobu 24-dür də, bilirsiniz. Bu 24-də 8 olacaq, çünki bunu 8-ə vururuq. Bunu təbii ki, yazmırıq, çünki böyük siniflər yazmasın. Yəni 5-ci siniflər yaza bilər. Çünki yeni öyrənirsiniz. 24. 24-də 3. Aha. 110. İndi biz burada 24 burada qalır. Ortaq məxrəcə gələndən sonra bir dənə bunları toplasaq bizə bəs eləyir. Bərabərdir 110. Yenə eyni şəkildədir. Heç qorxmaya ehtiyac yoxdur. Burada kəsir var deyə. Yəni vuruq hasil. Bunu tapmaq üçün nə edirik? Cavabı yenə bölürük. 24-də 11-ə. Eyni şeydir. İndi K bərabərdir. Necə böləndə nə edirdik? Böləndə tərsinə çevirirdik və vur yazırdıq. 24. Biz bunları ixtisar edə bilərikmi? Edərik. Burada qalacaq 10. Burada da 24. Bunlar qonşudular da. Bilirsiniz, bunlar bir-birini apara bilməyi. Bunlar sürətdədirlər. 10-u 24-də vuranda neçə edir uşaqlar? 240 edir. Vəsiyo. K 240. Gəlirik bura. İndi K-nı yenə 240 qoya bilərikmi? Bu yenə vur deməkdir də, bilirsiniz. Yəni biz bura 240 qoyacaq. İndi şey eləyək. Yazaq 3-də 1 vur 240. 3 ilə 240 ixtisar aparırıq. Eləyir. Neçə? 80 eləyir. Aha. Cavab 80. Bərabər 80. Aha. Bu ayrıdır da. İndi gələk nəyə? İndi bura qoyaq. K-nın yerinə. K-nın yerinə 240 qoyuruq. 8-də 1 vur 240 bərabərdir. İxtisar aparaq. 8-dən 240-ı 30. Cavabımız 30 olacaq. İndi baxaq. Burada 80 tapdıq. Burada 30. İndi bunları toplayaq. 110 eləyirmi? Bəli, eləyir. Deməli, düz tapmışıq. İndi yenə. Bizdən əgər soruşsa ki, bölgü seçin, 80 seçəcək. Kiçiyi seçin, 30-u seçəcək. Çox asandır. İndi uşaqlar, yəni deməyim odur ki, biz burada ədədləri böldük. Burada 110-u böldük 2 yerə. Biri 80, biri 30 oldu da. Burada da 42-ni böldük 3 yerə. Biri 9 oldu, biri 18 oldu, biri də 15 oldu. Bu qədər, sağ olun.